Tez-tez antibiotik qəbul edən uşaqlarda ürək əzələsi zəifləyə bilərmi? Birincisi, uşaq niyə tez-tez antibiotik qəbul edir? Bu birinci sual. Hansı səbəbə görə və kim təyinat verir? Yoxsa trend məsələsi görə uşaq xəstələndi, virusa görə qaçırlar apteka. Aptekada mal satmaq üçün ən satılmayan dərmanı da birinci olaraq qabağa qoyur ki, get bunu istifadə elə ki, o malların sirkulyasiyası dönsün. Birinci göstəriş olmalıdır. Və tez-tez antibiotik qəbul edən insan immun sistemi zəifləyir. İmmun sistemi zəifləyincə də artıq öz təbii viruslara və mikroblara qarşı qorunmanı azaltmış olur və iləride artıq bədən o infeksiyaya qarşı çarəsiz qalır. Və o virusda və bakteriya bədənə daxil olduqdan sonra kim qarantiya verməz ki, o gedib ürək əzələsinə də infeksiya yaratmasın. Miokardit olmasın, endokardit, perikardit olmasın. Ona görə də hər şey mütəxəssis tərəfindən dəyərləndirilib, takib edilməsi məqsəd olduğunu biz qəbul edirik.